Salam və vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan düzbucaqlı koordinat sistemi mövzusunun izahına baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzu izahları geniş şəkildə paylaşılır, həm də qısa videolar paylaşılır uşaqlar. Əgər siz də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçəyin mövzunun izahına. Uşaqlar, düzbucaqlı koordinat sistemini biz əslində 5-ci sinifdə də baxmışdıq. Burada uşaqlar biz iki dənə oxa baxırdıq. Deyil mi uşaqlar? Biz bunlara demişdik ki, x oxu və y oxu. Bir şagird oxumuz var idi uşaqlar. Buna biz demişdik y oxu. Və bir də üfüqi oxumuz var idi. Buna da x oxu deyirik uşaqlar. Burada biz uşaqlar baxın, biz burada bunların ikisinin bu x və y oxunun kəsmə nöqtəsinə deyək ki, koordinat başlanğıcı. Baxın uşaqlar, bu kitabda da burada yazılıb. Birinci koordinat başlanğıcı haqqında məlumat verdik. Nə deməkdir? X və y oxlarının kəsişdiyi nöqtə koordinat oxu deyiləcək, başlanğıcı deyiləcək. Uşaqlar, bir də indi biz koordinat oxlarını da dedik. Hansılar? X oxu, bu üfüqi oxudur. Bir də şagird. Uşaqlar, baxın, koordinat başlanğıcından üzü sağ tərəfə bax, gedən bu oxda ədədlərimiz müsbət olacaq uşaqlar. Koordinat başlanğıcından yuxarı gedənlərdə müsbət olacaq uşaqlar. Koordinat başlanğıcından sola doğru, bu sağaydı, sola doğru mənfi olacaq uşaqlar. Təbii ki, uşaqlar, bu məsafələr hamısı bir-birinə bərabər olmalıdır. Koordinat başlanğıcından aşağı gedirsə yenə də nə olmalı uşaqlar? Mənfi olacaq uşaqlar. Burada x-in və y-in koordinatlar. Bax uşaqlar, bu yazdığımız bu ədədlərə biz koordinatlar deyəsik. Sonra uşaqlar, bizim bu x və y oxlarımızın adları var. Biz y-a deyəsik uşaqlar, buradan yazıram. Ordinat oxu. X-ə isə deyəsik uşaqlar, absis oxu deyəsik uşaqlar. Ordinat oxu və absis oxu uşaqlar. Uşaqlar, baxın, bu ümumilikdə bizə bunun adı olacaq düzbucaqlı koordinat sistemi. Burada uşaqlar, baxın, biz nələri dedik? Dedik ki, koordinat başlanğıcından danışdıq, koordinatlardan danışdıq, x, y oxlarından danışdıq, absis ordinat olduğunu dedik bunların. Və bir də gəldik indi rüb anlayışına. Rüb anlayışı nədir uşaqlar? Baxın, bu sağ tərəfdə yuxarıdan başlayır və sağa təqrəbin əksi istiqamətlə. Məsələn, bu olacaq birinci rüb, bu olacaq ikinci rüb, bu olacaq bizə üçüncü rüb, bu da dördüncü rüb. Bu rüblər çox vacibdir, bizə lazımdır. Ədədlər verildiyi zaman harada yerləşdiyini bilmək üçün. Uşaqlar, baxın, burada biz indi birinci rübdə, bax, bu x-in və y-in aldığı aralıqlar var. Bu birinci rüb buralardır, deyil mi inşallah? Məsələn, bax, x müsbət ədədlər alır. Baxıb görürük də, burada bu ifadələr müsbət almır. Y də həmçinin burada nə alır? Müsbət alır uşaqlar. Deməli, hər biri müsbət alır. İkinci rübdə x-imiz mənfi qiymətlər alır burada. Y-imiz isə necə qiymətlər alır? Müsbət qiymətlər. Bu üçüncü rübdə x-imiz və y-imiz hər ikisi necə qiymətlər alır uşaqlar? Mənfi qiymətlər. Dördüncü rübdə x müsbət alır, y isə mənfi alır. Bunları uşaqlar biz əzbər bilməliyik ki, nəsə misal falan qarşımıza düşdüyü zaman, məsələn bizə koordinatlar verildiği zaman biz bilməliyik ki, hansı rübdə yerləşir. Belə. Sonra uşaqlar bir də ədədlərin, baxın burada rübləri bizə veribdir və işarələrini də qeyd edib. Uşaqlar müsbət bu şəkildə qeyd olunubdur uşaqlar. Sonra gəldik biz uşaqlar, biz koordinat sistemində, düzbucaqlı koordinat sistemində koordinatların göstərilməsi. Uşaqlar, koordinatların göstərilməsi. Məsələn, mən hər hansı bir A koordinatı götürmək üçün x, y, yəni bu koordinatlardan istifadə etməliyəm. Baxın uşaqlar, həmişə birinci yazılan x-in koordinatı, İkinci yazılan isə y-in koordinatı olmalıdır. Necə? Baxın uşaqlar, misal nömrə 1-ə baxdı ki, düzbucaqlı koordinat sistemində təsvir olunan nöqtələrin koordinatlarını müəyyən et. Baxın uşaqlar, məsələn, A nöqtəsinin koordinatlarına bax, birinci x-i gəlməlidir. X-i nədir? -4-dür. Baxın uşaqlar, y isə nədir? -3. Deməli, -4-lə -3 yox, bu da müsbət 3 üzrü sayı. Müsbət 3 oldu, gördünüz. İndi məsələn, gəlin B-ni tapmağa çalışalım. Nə olacaq B-nin koordinatları? Gəlin buradan yazalım. X-i 1, y-də nə oldu aşağılar? 4. 1, 4 olacaq.
Məsələn, D-nin koordinatını tapmağa çalışaq. Şöyle baxın. D-nin koordinatı x-i 4, y-i nə oldu? 2 və belə. Məsələn, E-nin koordinatını tapsaq uşaqlar, bu artıq uşaqlar baxın, burada əgər bu x oxunun üzərinə düşübsə və yaxud da y oxunun üzərinə düşübsə, baxın, əgər x oxunun üzərinə düşübsə 5, y-i 0-dır. Yox, əgər y oxunun üzərinə düşübsə onda x-i 0 olacaq. Məsələn, belə. L-i tapmaq istəsəm x-i 4-dür, y-i isə -2-dir. 4 və -2. Məsələn, k-nı tapmaq istəsəm 3, x-i 3, y-i isə -4. 3, -4. Məsələn, h-ı tapmaq istəsəm uşaqlar, belə gəlir. 2, -3 olacaq uşaqlar. Sonra t-ni tapmaq istəsəm, t-yə baxın, y oxu üzərində yerləşdiyinə görə x-i 0 olacaq, y-i isə -5 olacaq. Məsələn, mən m-i tapmaq istəsəm uşaqlar, y-i bax x oxunun üzərindədirsə onda -1 0 olacaq. Bax uşaqlar. -1-dən 0-a. Məsələn, y-ni tapmaq istəsək n-i tapanda uşaqlar nə olacaq burada? -4, -2 şəklində olacaq uşaqlar. Yəni bu şəkildə baxa bilərik. Sonra gəldi F-ə. F-də uşaqlar -3, burada -4. Nə oldu? -3 və -4 şəklində alacaq uşaqlar. Bu da belə. İndi sonra gəldi məsələn ikinci suala. Deyir ki, nədir? Suallara cavab verin. Hansı nöqtələrin koordinatı düzgün yazılmışdır? Gəlin baxaq uşaqlar. Bax A nöqtəsinin koordinatı -1, 2. Hani -2, 1. Aha bu doğrudur uşaqlar. Əla. Məsələn 4, -3. B koordinatı hani bax 4. Bu tərsinə yazıb uşaqlar, yerləri dəyişib. Bu əslində B-nin koordinatı -3, 4 olmalı. Birinci x gəlməlidir. Bu yanlışdır. C-yə baxarıq. 2, 0. Hani C? C y oxunda 2 olub. Əslində bu 0, 2 olmalıydı uşaqlar. Birinci x-in gəlməlidir. X burada 0'dır. C burada 2'dir. Bax 5. Bax 5, 0 olan D. D doğrudurmu? D əslində 5 yoxdur. 4 olmalıydı uşaqlar. 4'ün üstündə daxil. Yəni burada 4 olmalıydı. Bu da səhvdir. Bax y-yə baxırıq. -3, 0 yazıb. Əslində 0, -3 olmalıydı uşaqlar. Yəni niyə? Çünki birinci x-in koordinatı yazılmalıdır və burada f-ə baxıram. Baxın uşaqlar, -4, -3 olmalıydı. -4, -3 olmalı idi. Yəni bu şəkildə olmalıydı uşaqlar. Deyir ki, B variantında hansı absis oxu üzərində yerləşir? Absis oxu üzərində yerləşən hansılar uşaqlar? D ilə L-dir. Bax uşaqlar, yəni x oxu üzərində yerləşməlidir. D ilə L. Elə deyilmi? Burada nə görsənir? Deyir ki, hansı nöqtələr ordinat oxu üzərində yerləşir, onların koordinatlarını yazın. Ordinat oxunda yerləşəndə də y-in üzərində yerləşəndə C. C-nin koordinatları nə olacaq? 0, 2 olacaq. Bir də Y 0, -3 şəklində olacaq. Sonra gəldik. İkinci rübə hansı nöqtələr yerləşir? İkinci rübdə bunlardır. Bax uşaqlar, A nöqtəsi ilə B nöqtəsi. İkinci rübdür. İkinci rübdə buralardır. Elə deyilmi? Aha, belə. AH, FP. Hansı rübdədə yerləşir? AH, FP. Gəlin baxalım uşaqlar. A ikinci rübdür uşaqlar və bura. H birinci rübdür. P üçüncü rübdür uşaqlar. F də dördüncü rübdə yerləşir. Bu da belə. Sonra gəldik. Nə deyir bizə? Koordinatlarına görə nöqtələrin qeyd edilməsi var uşaqlar. Koordinatlarına görə. İndi gəlin məsələn buna baxaq. Misal nömrə 3-də nədir? Koordinatları verilmiş nöqtələri düzbucaq koordinat sistemində qeyd edin. Hər nöqtənin hansı rübdə yerləşdiyini deyin. Uşaqlar baxın 2, 5 nöqtəsi verilib deyilmi? Hani 2, 5 nöqtəsi baxın. X-i 2, Y-i 5. Bu nöqtədir bu uşaqlar. Hə, bu nöqtə oldu. Bizə nə? B nöqtəsi oldu. Sonra -1, -2. Hani -1, -2 bu nöqtədir uşaqlar. Bu nöqtə bizdə C nöqtəsidir. Sonra -5, -1. Hani -5, -1 bu nöqtə. Bura oldu bizdə D nöqtəsi. Sonra 4, -4. Bura x-i 4, y-i də -4 gəldi bura. Burada oldu Y nöqtəsi. Sonra müsbət 3-dən -5'e bu -5, müsbət 3 bu burada uşaqlar. Bizə nə nöqtəsi oldu? Bura F. Sonra -1, -4. -1-dən düz -4'e bu burada oldu. G nöqtəsi oldu uşaqlar.
Bu da belə. Sonra gəldik nəyə? 4-cü suala baxırıq uşaqlar. Deyir ki, tapşırığı yerinə yetirin. Düzbucaqlı koordinat sistemində göstərilən nöqtələrin koordinatlarını müəyyən edin. Verilən koordinatlara uyğun nöqtələri yazmaqla alınan sözü tapın deyir uşaqlar. Düzbucaqlı koordinat sistemində göstərilən nöqtələrin koordinatlarını müəyyən edin deyir uşaqlar. Nöqtələrin. Uşaqlar baxın. Nə deyir burada? Biz birinci növbədə nə etməliyik? Burada uşaqlar baxın 10 artıb da. Deməli bura 5'dir. Bura 10'dursa bura 15'dir. 5 artıb uşaqlar. 5 belə artır. İndi məsələn mən deyirəm ki A nöqtəsinin koordinatını tapmalıyam da burada. Nə olur A nöqtəsinin koordinatı? Budur bax. Bura -10. Buradan gedir. Burada neçə olur? 25 olacaq. -10 25. Məsələn gəlin o birisini tapmağa çalışalım. Bir dənə baxımsan burada nə yazıbdı? Deyir ki, düzbucaqlı koordinat sistemində göstərilən nöqtələrin koordinatları müəyyən. Hə, bunları müəyyən etdik aşağıda. Gəlin edək. Sonra məsələn B-ni tapmaq istəyirəm. B-də nə olacaq? Baxın -10 10, -10 10. Məsələn C-ni tapmaq istəsəm, -20-dən 5-ə, -25. Sonra D-ni tapaq məsələn A, B, C. Sonra nə gəlir? D-mi gəlir? Gəl bir H-ı tapaq uşaqlar. Daha H ikinci rübdən başlamışam. Burada eləyir -5-dən 5'ə. Sonra gəldik. Bu koordinat başlanğıcıda 0 0 olacaq. O nöqtəsi 0 0. Sonra gəldik bura uşaqlar. D nöqtəsini yazmaq istəsəm. D-ni yazmaq istəsəm. Nə olur aşağılar? 5'dən 15'ə gedəcək. Bax 5 artdığına görə 5 15. Sonra M-i yazmaq istəsəm 20 10 arasında olacaq. Bax 20 burada 10. Sonra gəldi hansı rübdə var? Bir 4-cü rübdədir. Bu məsələn bu yeni yazmaq istəsəm 5 -10 elə deyil mi uşaqlar? R-i yazmaq istəsəm R -müsbət 10 -15 şəklində olacaq uşaqlar. Bu oldu bizdə A variantı. B variantında bəs nə deyir bizə? Verilən koordinatlara uyğun nöqtələr yazmaqla alınan sözü tapın deyir uşaqlar. Məsələn, gəlin baxaq ki, nə söz alınır burada. Koordinatlara uyğun nöqtələri yazmaqla alınan sözü tap. 10 15. Bax bilən 10 və 15. Hani 10 15 olan? 10 15. Bu 10 bu da 15. 10 -15 təbii ki. Hani 10 15. Burada bax R. R birinci R yazaq. R. Sonra 0 0 O. Sonra 20 ilə 10 M gəldi. Sonra -10 ilə 10. Hani -10 B. -10 10. Romb. Hə, alındı. Nə söz alındı? Sonra romb alındı. Romb. Əla. Sonra gəldik C variantı. Deyir ki, hansı iki nöqtə absis oxuna paralel düz xətt üzərində yerləşir? Absisə paralel deyir aşağılar. Deyir ki, hansı iki nöqtə absisə paralel yerləşir? Gəlmiş olar. Baxın, absisə paralel yerləşən. Absis oxuna paralel yerləşən nöqtələr. Məsələn, əslində burada çoxdur. Hansı iki nöqtə absis oxuna paralel düz xətt üzərində yerləşən, düz xətt üzərində yerləşir deyirsə uşaqlar. Artıq iş dəyişər. C ilə H olacaq. Baba, paralel düz xətt deyirsə, mən belə çəkməliyəm də. C ilə H olacaq uşaqlar. Başqa varmı bir düz xətt üzərində yerləşən iki nöqtə? Məsələn, əslində bu da var. Bax uşaqlar, belə. Bu da var. Başqa varmı? Yoxdur. B ilə M də ola bilər. Bu şəkildə olar. Hansı iki nöqtə ordinat oxuna paralel düz xətt üzərində yerləşir? Ordinat oxuna paralel deyirsə uşaqlar. Məsələn, baxın, gəlin bunu böyüdüm mən. Məsələn, DMB ordinat, yəni Y oxuna paralel gedir mi? Bax, bu gedir. Başqa varmı? Bir də AB. Baxın, AB də bura paralel gedəcək. Biri AB oldu, biri də DY oldu uşaqlar. Deyir ki, verilən nöqtələrdən hansı birinci rübdə, ikinci, üçüncü rübdə yerləşir? Uşaqlar, baxın, bunu biz necə biləsirik? Bax, X-in mənfi, Y-in müsbət olduğu rüb ikinci rübdür. Bunu yadda saxlayın, əzbəl. Hər ikisinin müsbət olduğu birinci rübdür. Bax, X-in müsbət, Y-in mənfi olduğu rüb dördüncü rübdür. Əzbəl bilməliyik. X-in mənfi, Y-in müsbət olduğu ikinci rübdür. X-in mənfi, Y-in müsbət olduğu yenə ikinci rübdür. Yenə də burada baxın, X-in müsbət, Y-in mənfi 4-cü rübdür uşaqlar. Hər ikisi mənfidirsə 3-cü rübdür. X müsbət, Y mənfidirsə yenə də neçənci rüb olacaq?
4-cü rübdə olacaq uşaqlar. Düzbucaqlı koordinat sistemində verilmiş nöqtələri qeyd edin. Bu nöqtələrdən keçən düz xətt çəkin və koordinatlıqları ilə kəsmə koordinatlarını yazın deyir uşaqlar. Bunu mən çəkmirəm uşaqlar. Siz bunu qəşəng dəftərinizdə çəkirsiniz. Oldu. Mən burada çəksəm də düzgün düz xətt ala bilməyəcəm. Bu nöqtələri birləşdirirsiniz də uşaqlar. Fərz eləyin. Baxın burada kimi. Baxın belə bir şeydir uşaqlar. Baxın burada deyir ki, burada çəkməyə çalışsam 2 4 nöqtəsi. Hanı 2 və 4 nöqtəsi buradır. Baxın uşaqlar. Oldu. Və bir də -3 6. Hanı -3 6 -6 nöqtəsi də bura gəlir uşaqlar. -3 6 düz bura. İndi uşaqlar baxın siz bunu bu iki nöqtəni düppədüz xəttlə çəkməlisiniz. Bu belə bir düppədüz. İndi məndə düppədüz olmayacaq da. Belə çəkəcəksiniz və bu koordinat oxunu harda kəsdi? X-i, Y-i harda kəsdi? Onları yazarsınız. Oldu uşaqlar. Bunları məncə artıq bu BNC-ni rahatlıqla siz yaza biləcəksiniz. Koordinat sistemi dəftərinizdə qurursunuz səliqəli və bu şəkildə həll edirsiniz uşaqlar. Həll edirsiniz. Sonra gəldik nəyə? Gəldi 7-ci sual. Deyir ki uşaqlar, verilən koordinatları düzbucaqlı koordinat sistemində qeyd AB parçasının uzunluğunu tapın deyir uşaqlar. Uşaqlar baxın burada necə eləməliyik? Yenə də bizə bir koordinat sistemi lazımdır. Koordinat sistemi. Baxın, gözüm mən belə bir şey eləyəcəm. Burada elə bu kitabı açım kitabda. Burada çıxdı ki. Burada açam. İkisini ilə də açmam olmur. Heç nə. Neyini daha. Mən dedim çəkmədən yazaram deyə. Bu sualları uşaqlar necə hesablamaq lazımdır? Yəni belə məsələn deyək ki verilmiş koordinat AB və CD parçalarına baxın. Məsələn uşaqlar deyək ki bu parçalarını çəkin, kəşfin nöqtəsini K ilə işarə edin və koordinatlarını tapın deyir uşaqlar. AB düz xətti baxın. Biz burada, mən eyni anda kitabı ikisini aça bilmədim. Bax, belə deyəndə, biz burada nə etməliyik? Belə. Belə. Burada qalmışdı da biz. Baxın. İndi uşaqlar, burada. Məsələn, baxın, 1, 2, 3, 4, 5, 1, -1, -2, -3, -4, -5, 1, 2, 3, 4, 5, -1, -2, -3, -4 şəklində olacaq uşaqlar. Burada, baxın, məsələn, bizə deyir ki, A variantı 0, 3 nöqtəsi. Haradır? Bu, buradır uşaqlar. Bir də 6, 3 nöqtəsi. 6, bura 6, burada 3 nöqtəsi. Baxın uşaqlar, deyir ki, bu nöqtələrdir də. Deyir ki, AB parçası, bu AB, bu A'dır, bu da B'dir uşaqlar. Gördünüz, AB parçasını aldın mı belə? Aldı. Və bir də deyir ki, 1-1 nöqtəsi, bu 1-1 nöqtəsi bura düşür təxminən. Bir də 1-6 nöqtəsi, 1-6 nöqtəsi də bura düşür uşaqlar. Deyir ki, bu burada 6, burada baxın, CD nöqtəsidir. Bizə deyir ki, bu kəsişmə yeri var uşaqlar. Görürsünüz, buranı K ilə işarə et deyir. Qutarı getib, bu şəkildə həll edirsiniz. Yəni, sadəcə burada nədir? Koordinat sistemi qurmalısınız. Qəşəng dəftərinizdə bu şəkildə bir-bir etməlisiniz uşaqlar. Mən bir də bunları indi bir-bir etmirəm uşaqlar. Çünki hamısını ayrı-ayrı dəhşətli şəkildə vaxt gedəcək uşaqlar. Ona görə siz, yəni çətin bir sual deyil, koordinat oxlarını qurmalısınız. Koordinat sistemini qurub bu şəkildə qeyd edirsiniz. Baxın, B, C, D-ni bu şəkildə həll edilməli. Yəni 2-2, baxın, A, B-ni ayrı edirsiniz uşaqlar. Bu ikisini ayrı, bu ikisini ayrılıqda. Düpbədüz bu nöqtələri düz xətlərlə birləşdirirsiniz uşaqlar. Baxın, mənim birləşdirdiyim kimi. 8-ci sualda verilmiş nöqtələr koordinat sisteminə qeyd edilən və ardıcı birləşdirilən hansı fikir alınacaq? Baxın, uşaqlar, burada da. Baxın, mən burada düpbədüz çəkə bilmərəm. Bu məsafələrim mənim eyni olmur. Siz də, bax, bu da ardıcıl. Bax, birinci A-nı, sonra B-ni, sonra C-ni, sonra D-ni qeyd edirsiniz. Sonra bu nöqtələri birləşdirirsiniz. Məsələn deyək də A buradadır, B buradadır, A'dan B-ni, sonra nə bilim əgər C buradadırsa C-ni bura, D buradadırsa D-ni bura. Belə birləşdirirsiniz, bir fiqur alınız uşaqlar. O fiquru yazırsınız. Yəni bu şəkildə. Bu da uşaqlar, baxın burada tam çəkmək olmur deyə yaza bilməyəcəm bunu. Siz artıq bunu məncə edə biləcəksiniz. Gəldik 9-cu səhədə. Lalə Parkın girişindən başlayaraq 4 vahid yuxarı, 11 vahid sağa hərəkət etdi. Hani gəlin baxaq görək. 4 vahid yuxarı gəlibdir bura, 11 vahid də sağa.
Düz gəlib bura hara? Yeniləncəyə gəlibdir. Uyğun nöqtənin koordinatını yazın və suallara cavab verin. O atraksiyona yoxsa yeniləncəyə çatdı. Təbii ki, yeniləncəyə çatıb. Lalə bu nöqtədən 15 vahid sola getsə. İndi burada 11 vahiddə 15 vahid gedirsə, 11'i buradadır. Nə qaldı burada? 4 vahid bu bura. Ha, piknik yerinə gedəcək onda 15 vahid getsə. Onun çatdığı yerdən parkın girişinə şaquli və üfüqi istiqamətdə neçə vahid getmək lazım? Baxın uşaqlar, indi onun çatdığı yerdən bura getmək üçün. Baxın uşaqlar, bura getmək üçün burada 4 lazımdır. Burada getmək üçün 4 lazımdır. Buradan qıraq 4 daxı. Bu şəkildə baxmamız lazım. Cədvəldə qış günlərinin birində gecə saatlarında havanın temperaturu haqqında məlumat verilmişdir. Koordinatları qeyd etməklə x, y-dir uşaqlar. Baxın x, y koordinatları belə qurarsınız da siz. Bu x oxudur, bu da y oxudur uşaqlar. Sənə verilənləri yazarsan. X-da 0 olanda y-da 3 olubdur məsələn. X-da 1 olanda y-da 0 olubdur. X-da 2 olanda baxın bura 2-dirsə, bura 1-dir, bura məsələn 3 idi. Elə deyilmi? X-da 2 olanda y-da -2 olub. Bu şəkildə qeyd edirsiniz. Mən də bunları yazmıram uşaqlar. Qəşəng bu şəkildə qrafik qurursunuz. Məncə də dəhşət problemli bir sual deyil. Diaqrama sizin temperaturun hansı vaxtlarda artıb azaldığını müəyyən edin. Sonra da uşaqlar baxın, temperatur gecə yarısından neçə saat keçdiyi. Burada uşaqlar baxın, artıq soruda görəcəksiniz. Məsələn, baxın, temperatur azalıb. Məsələn, gecə yarısından keçib. Birinci 3 olub, sonra 0, sonra -2, -4. Artıq gecə səhərə yaxın artıbdır yavaş-yavaş temperatur. Bu şəkildə baxa bilərik. Sonra gəldik 11-ci suala. Nə deyir? 11 deyir ki, ana düzbucaqlı koordinat sistemində nöqtələri qeyd etdi. Bu nöqtələr ardıcı birləşdirə hansı fikir alınır? Bunu da artıq siz yaza biləcəksiniz. Bu uşaqlar düzbucaqlı koordinat sistemi qurursunuz. Qəşəng bu nöqtələri qeyd edirsiniz və yazırsınız. Ana hansı nöqtənin yerini necə dəyişsə düzbucaqlı alınır? Bunun neçə üsulu var? Uşaqlar baxın burada düzbucaqlı almaq üçün fiquru düzbucaqlının sahəsini və perimetrini tapın deyil. Gəlin yaxşı bunu yazalım. Burada 2 dənə belə fərqli suallar var. Alınan düzbucaqlını. Düzbucaqlı alınır. Deyir ki, bax uşaqlar, gəlin bunları qeyd edelim. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. -1, -2, -3, -4, -5. -1, -2, -3, -4, -5 uşaqlar. Baxın, birincisi 1, -3 nöqtəsidir. 1, -3. Bu nöqtədir uşaqlar. Ümid edirəm ki, bir sərgəli bir şey aldıra bilərik. Sonra 5, -3 var uşaqlar. 5, -3. 5, -3 var. Bu belə. Bu burada uşaqlar. 5, -3. Sonra 2, 2 var. 2, 2'dir uşaqlar. Və bura. Və bir də 1, 2 var uşaqlar. 1 olanda 2 olub. Bura olubdur uşaqlar. Belə bir fiqur deyir ki uşaqlar, bu nöqtələr ardıcılda birləşdirən hansı fiqur alınır? Məsələn, belə ardıcılıqla birləşdirən birinci hansıydı? Birinci bu. Gəl birləşdirəyim uşaqlar. Bu, sonra bu. Sonra bu. Sonra da bu. Uşaqlar, bu fiqur trapesiyadır. Uşaqlar, trapesiya alındı buradan. Ardıcılıqla birləşdirdiyimiz zaman. Allah. Bunu silək. Deyir ki, ana hansı düzbucaqlı alınması üçün uşaqlar, buradan bura qədər məsafə var. Bunun yerini dəyişməliyəm mən. Bunun yerini gətirməliyəm bura, bax bura, bu hissəyə, bura gətirməliyəm ki, bu düzbucaqlı olsun da. Baxın bir dənə uşaqlar, düzbucaqlı. Yəni bir sözlə mən bu 2-2 nöqtəsinin yerini dəyişməliyəm uşaqlar. Oldu? Nə olmalıdır bura? 5-2 nöqtəsi olmalıydı. 5-2. Bura 5 olmalıydı. Deyir ki, bunu neçə üsulla etmək olar deyir. Təbii ki, fərqli üsulla edə hər bir hal üçün yeni koordinat sistemi qurmaq lazımdır. Məsələn, biz başqa ədəd də dəyişə bilərik əslində burada, fərqli ədədlərdə. Deyir, alınan düzbucaqlıların sahələrini. Uşaqlar, gəlin bu düzbucaqlının sahəsini tapaq. Məsələn, uşaqlar, baxın. Bura -3-dən düz bura 2-yə kimi məsafə nə qədərdir? Bu məsafə 5-dir uşaqlar, 5-dir. Bəs yaxşı, baxın, bu məsafəni necə tapıram? Düz 1-dən hara kimi 5-ə kimi? Bu da 4-dürmü? Onda bunun sahəsi nə olur uşaqlar? 5 vur 4. Nə oldu? 20. Bəs yaxşı, perimetr nə olar? Perimetrə 2 vurulsun, 5 üstə gəlsin, 4 olacaq. Yəni 18 şəklini alacaq uşaqlar.
Bu da belə. İndi burada fərqləri də var uşaqlar. Məsələn, o birilərini artıq siz yaza bilərsiniz məncə. Məsələn, baxın, burada bu koordinatların hansını dəyişə bilərik məsələn. Buna gətirdik bura. Elə deyil mi? Və yaxud da baxın uşaqlar, mən bunu, bu koordinatı bura gətirsəm də, burada da bir dənə düzbucaqlı alınacaq bax uşaqlar. Baxın, görürsünüz. Gəlin rəngi dəyişim sizin üçün. Baxın, burada da bir dənə düzbucaqlı alındı. Baxın, belə bir düzbucaqlı. Görün, bu rəngi dəyişəsiydim. Baxın, burada bir düzbucaq. İndi mən bunun sahəsini necə taparam bəs? Uşaqlar, baxın, bunun tərəfi 1-dən 2-yə kimi bura 1 olur. Burada zaten 5'dir. Buranın sahəsi oldu S bərabərdir 5 vur 1, 5. Perimetri bəs nə olur? 2 vurursun, 5 üstə gəlsin 1'ə. Neçə? 12. 1, 12, 1'e 1. Bu şəkildə olacaq uşaqlar. Belə. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun. Növbəti videolarda görüşmək üzere.